komandaya qarşı Zirənin hansı silahları ola bilər? Nə istifadə edir? İlk növbədə Arsenalında nə var? bax, Rəşad Sadıqovun mən əminəm ki, hazırladığı çox şey var, amma qalır o futbolçular meydanda onu icra etməsi. Hansı səviyyədə icra edəcəyindən asılıdır. Onlara intizamlı olması, taktiki cəhətdən, yəni, söhbət ondan gedir. İntizamlı olması və daim bu konsentrasiya qorulması lazımdır. Bizim əslində Rəşad Sadıqov, bizə lazım deyil bu nümunə. Rəşad Sadıqovun önündə yaxşı bir nümunə var. Neftçi Qarabağla 2 maçda arasında 3-4 gün fərqlə göstərdiyi 2 fərqli performans. 3-4 gün ərzində ilk oyundakı səhvləri nəzərə alıb, onlardan nəticələr çıxarıb, fərqli bir Neftçini Qarabağ qarşısına çıxartdı, yürü-yürü yudub. Və ilk oyunda qələbə qazandı ikinci oyunda. İlk oyunda nəinki məğlub olmaqla, ümumiyyətlə böyük hesabla məğlub olsa da. Zirə sabahla maçlarda bu mövsüm çox acı 2 məğlubiyyət alıb. Birincisi o böyük hesabla olduğuna görə və uzun müddət Rəşad Sadıqov özü də dəfələrlə deyirdi ki, mövsümdə ən zəif oyunumuz Sabaha qarşı 2 oyunumuzdur. Digər hətta məğlub olduğumuz maçlarda bizim şanslarımız var idi. İkinci Sabah oyunu, bu dəfə 3-1 sanki baxırsan belə hesab çox da böyük deyil, amma o oyunda yaşananlar ilk 30 dəqiqədə artıq Sabahın 3 qol vurması Zirənin bəlkə də mövsümlər ərzində aldığı, liqada aldığı ən ağrılı zərbələrdən biri idi. Yəni Zirə üçün hər halda belə komandalar üçün ilk 30 dəqiqədə 3 qol buraxmaq, xüsusilə Zirəyə qol buraxmaq mənasında bu komandaya həmişə qol vurmaq çətin olub. Birdən-birə Sabah gəlir 30 dəqiqəyə 3 qol vurur və oyunun taleyini 30 dəqiqəyə həll edir. Yəni bu özü-özündə bir zərbə idi, ağrılı zərbə idi Zirə üçün. Üçüncü maçda artıq fərqli bir Zirə izlədik. Düzdür, orada da Sabah oyun ərzində üstünlüyə malik idi, böyük üstünlüyə malik idi. Zirə ilk hissədə bəlkə də 2 dəfə yaxınlaşdı rəqibin qapısına, bir dəfə penalti qazandı, qol vurdu. İkincidə oyun epizodundan fərqlənə bildi. Amma yenə artıq fərqli bir Zirənin oyun üslubu var idi və daha çox müdafiə meyilli oyuncular meydanda var idi və yekunda o heçəçəni qoparmağı bacardı. Və məncə yəni bütün bunlar təsir göstərir artıq bu oyuna hazırlığa. Komandalar da bir-birinə yad deyil, yəni. Biz öz liqada onsuz da bir-birinə yad olan komandalar yoxdur. Təbii ki, bir-birinə yad deyil, çox yaxşı tanıyırlar. Sadəcə bax, Zirə futbolçularına aid suallar var. Rəşad Sadıqova aid məncə sualı yoxdur, amma Zirə futbolçuları bu mövsüm bir çoxları özlərinin ən yaxşı formalarından çox uzaqdadırlar. Uzaqdır, bəli, doğrudur.